İngiliscə bilənə iş var yoldaşlar. Mən sizə təxminən 4 dənə vakansiyadan bəhs etmək istəyirəm. Bu demək deyil ki, ingiliscə bilənlər üçün olan işlər cəmi 4 dənədir. Xeyr, mən sadəcə diqqət çəkənlərini, nisbətən az şərtli olanlarını sizə bildirirəm. Deməli, misal üçün, gəlin ilk öncə ofis meneceri işindən bəhs edeyim. Deməli, bu ofis meneceri işi yoldaşlar Azərbaycan Üzgüçülük Federasiyasındadır. Tələb edir ki, rus dilinə əla, ingilis dilinə əla biləsiniz, ofis proqramları üzrə bilikləriniz olsun, ali təhsilli olun, məsuliyyətli, dəqiq və təşəbbüskar olun, müxtəlif şöbələrlə işləmə bacarığınız olsun, çevik öyrənmə qabiliyyətiniz olsun. 850 manatlıq bir iş var. Buna CV-nizi yollaya bilərsiniz onlayn şəkildə. Sonra təchizat üzrə, logistika sahəsində də 2 işdən bəhs etmək istəyirəm. Biri təcrübəsi variantındadır yoldaşlar. Bu, misal üçün, haradadır? Veysel oğludadır. Ali təhsiliniz varsa, satın almaya, təchizat sahəsinə marağınız varsa, ingilis dilini yüksək səviyyədə bilirsinizsə və Excel və digər ofis proqramlarında heç olmasa baza bilikləriniz varsa, bu işə müraciət edə bilərsiniz. Ulduz şokolad fabrikindədir. Buna da dediyim kimi onlayn şəkildə CV-nizi göndərməniz lazımdır. Ödənişlidir, yəni pul verirlər sizə, yəni pulsuz işlətmirlər, yəni təcrübəçi işi olsa da belə. Bənzər iş xarici satın almalar üzrə FIS-də var. Burada isə 600.000 manat aralığında ola bilir əmək haqqı. Amma bu sizdən satın alma və oxşar sahədə minimum 1 illik iş təcrübəsi tələb edir. Bax, belə bir işdir. Fiks əmək haqqıdan əvvəl burada bonuslu sistemdən var yoldaşlar. Ali təhsillisinizsə, ingilis dilini B1, B2 səviyyəsində bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Sonra direktor assistent işi var Remax şirkətində 20-35 yaşlı uşaqlar üçündür. İngilis və rus dilində səlis danışa bilirsinizsə, xanımsınızsa, ali təhsillisinizsə, ofis proqramlarla işləyə bacarığınız varsa, 500 manatdan yuxarı olan belə bir iş var, bu işə müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə dəstək istəyirəm və yaxud da digər işlərlə də tanış olması, ümumiyyətlə işraf müalicəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yoza bilərsiniz. Əlaqə vasitəsi, siz bu videonu harada görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə, videonun adında qeyd olunub əlaqə vasitəsi. Yox, əgər siz bu videonu TikTokda görürsünüz. TikTokda görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əcəb sözü yazılıbdır. Həmin o sözə toxunaraq Toğrul Əcəb adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.